Aleluya. Biz danışırıq özünə qayıtmaq barədə, evə qayıtmaq barədə. Biz izah araşdırırıq ki, özünə qayıtmaq, günahkar oğul məsəli bizə nə öyrədir? Və evə qayıtmaq üçün, özünə qayıtmaq üçün bizə nə lazımdır? Birinci növbədə bizə canlı və şuurlu olmaq lazımdır. Sən canlı olmasan, qayıda bilməzsən. Əgər canlı olub, şuurlu olmasan, heç o vaxtda düşünə bilməzsən. Ona görə də bizə lazımdır ölməmək, canlı olmaq. Çünki ev ölüləri qəbul eləmir. Əbari Yahya deyir, mən göylərdə qəbristanlıq adında şey görmədim. Mən orada ölüxana görmədim. Mən orada morg görmədim. Mən orada xəstəxana görmədim. Mən orada pis şey heç nə görmədim. Mən yeni göyləri və yeni yeri gördüm. Yəni yeni sizləri görüb orada. Yeni bizləri görüb orada. Göylər bizik. Və biz İncil kitabında, müqəddəs kitabda özlərinə qayıdan insanların çox nümunələrini görmüşük. Ki, necə onlar, təkcə o günahkar oğul məsəlində yox. Günahkar oğul məsəldir. İsa məsəllə onu bizə aydınlaşdırırdı. Amma mən bir-iki nümunə oxuyacağım. Və bu görüntülər, hansı ki, bu müqəddəs kitabda var idi, bizim üçün asanlıqla elə bil özümüzdə olmağımızın səbəbini müəyyənləşdirməyə bizə kömək edəcək. 1. Şamuel 30-cu fəsil 1. Şamuel 30-cu fəsil 11-ci və 12-ci ayədə oxuyacağım. Bilirəm ki, hamınız bunu əzbər bilirsiniz. Çöldə bir Misirli tapdılar və onu Davudun yanına gətirdilər. Ona çörək yedirib su içirtdilər. Sonra bir dilim basılmış əncir lavaşanası ilə 2 salxım quru üzüm verdilər. O da yeyib özünə gəldi. Çünki 3 gün, 3 gecə çörək yeməmiş və su içməmişdi. Deyir, o da yeyib özünə gəldi. Yəni, onun özündə olmamasının səbəbi özünə gəldi. Və yaxud özünə gəlmədən qabaq harada idi və özünə gəlməməsi, özündə olmamasının səbəbi nə idi? Onun özündə olmamasının səbəbi, biz bilirik ki, o Misirdən qaçmışdır. Elə bil Misir dünyası, dünya həyatının surəti kimi olmasıdır. Biz dünya həyatının surətini yaşayırıqsa, biz özümüzdə deyilik. Dünyavi həyat sürən insan özündə deyil. Onun düşüncəsi anlamır ki, bolluq yeri haradadır, dünyavi həyat yaşayan insan. Onun düşüncəsi anlamır ki, onun səlahiyyəti var. Göydə nəyi bağlasa yerdə bağlanır, yerdə nəyi bağlasa göydə bağlanır. Onun düşüncəsi anlamır ki, onda güc və şərtsiz Allah tərəfindən qəbul olunma var. Onda güc var və o Allah tərəfindən şərtsiz olaraq qəbul olunubdur. O Allah tərəfindən artıq evdədir. Heç vaxt o evdən qıraqda olmayıbdır. Bunu anlamaq deməkdir. Növbəti bir yadınızdadır, Şimşon var idi. Nə qədər ki özündə deyil idi, dünyavi işlərdən məşğul idi. Özünə gələn kimi gəldi, qırdı Allah, bir böyük insanları qırdı, dağıtdı və Allah'a qulluq eləməyə başladı. Bütləri başladı dağıtmağa, yadınızdadır, getdi, bütdü, dağıtdı, gəldi, gecədilərə bunu kim dağıdıbdı? Niyə? Özünə gəldi, bütü dağıtdı. Və bizim də evə qayıtmağımız, bütləri dağıtmağımızdır, özümüzə qayıtmağımızdır. Piotr artıq həvari olaraq, biz bilirik ki, Piotrun həyatını bilirik ki, kim olubdur? O həvari olaraq özünə gəldi. Və o nə dedi? O özünə gələndə dedi ki, indi Rəbbim bir mələk göndərdiyini dəqiq bilirəm. Bu mələklərin xidməti idi Piotra. Piotr özünə gələndə mələklərin xidmətini görməyə başladı. Özündə olmaq, məsihçi olmaq demək deyil, qulaq asın, diqqətlə. Çoxlarınıza sual verəndə deyirsiniz ki, məsihçiyəm. Xeyr, özündə olmaq, məsihdə olmaq deməkdir. Məsih olmaq deməkdir. Məsihçiyəm yox, belə şey yoxdur. Belə anlayış yoxdur. Mən nə anam ki,
Gələcəkdə bu çarxıma bir də qulaq açanda bu sözümü tam anlayacaqsan. Özünə gəldi. Yəni, oğul olduğunu və oğulun Məsih olduğunu başa düşdü və atasının yanına qayıtdı. Özünə qayıtmaq, yəni həyat verən bir ruh olduğunuzu, ki siz həyat verən bir ruhsunuz, Allahın olduğu oğlu olduğunuzu başa düşməkdir. Və buna görə də belə deyirlər ki, sən Məsihdəsən, Məsihçisən, yox, Məsihdəsən, sən evdəsən, sən Allahdasan, yəni sən özündəsən. Deyə bilərsən ki, bəs biz Məsihdə deyildik əvvəllər. Soruşa bilərsən ki, bəs necə, əvvəllər də biz yaşamışıq və Məsih olubdur, biz olmamışıq Məsihdə. Xeyr, siz dünya yaranmazdan əvvəl Məsihdə seçilmişsiniz. Siz onda olmayan vaxtınız olmuyubdur. Sadəcə özünüzə qarşı günah eləmişsiniz, yəni özünüz bədəninizi Allahdan ayrı fikirləşmişsiniz. Və kilsələr də üstünə qoyublar, üstünə öyrədiblər ki, sən Adəmdə günah eləmişdin, indi sən İsa'da xilas olursan. Xeyr, mən heç vaxt Adəmdə olmamışam. Mən 1969-cu ildə doğulmuşam. Mən doğulanda artıq lütf var idi, artıq xilas var idi, artıq həyat dəyişmişdi, artıq yeni göylər var idi, artıq yeni yer var idi. Mən yenidə doğulmuşam, mən Məsihdə doğulmuşam, mənim Adəmlə heç bir əlaqəm yoxdur. Mən bunu sənə deyirəm, yəni sənin. Bizi isə yüklüyüblər günahkar kimi. Sən Adəmin evladısan, Adəmdə sən günahkarsan. Ay kişi, İsa Məsih mənə görə tövbə edib çarmıqda 2000 il bundan qabaq. Bəs əgər mən tövbə edib, mən evə qayıtmalıyamsa, bəs Məsih nə üçün öldü? Əgər mən bunları edəsidimsə, artıq Məsihə mənim nə ehtiyacım var? Neynirəm Məsih? Mənə İsa lazımdır mı? Sadəcə mənə düzgün düşünmək lazımdır. Məsih mənim üçün hər şey edib, sənin üçün hər şey edib. Və siz dünya yaranmazdan əvvəl Məsihdə seçilmişlərsiniz. Siz Məsihdeydiniz. Bəyəkli sualı təkrar edirəm ki, sən sual verə bilərsən ki, mən Məsihdə deyildim məyər? Sən Məsihdeydin, sadəcə ora girməmişdin. Sən ora daxil olmamışdın düşüncəndə. Bəs yaxşı, bir dənə də sual ola bilər ki, bəs biz necə Adəmdəydik, Məsihdə olmağınızı bildiniz. Bəs bizə deyirlər ki, biz Adəmdəyik, məyər biz Adəmdəydik? Diqqətli ol indi. Bax, o vaxt ki, sən özündə deyildin, sən Adəmin içindeydin, Adəmin içində olduğunu düşünürdün. Niyə özündə deyildin, evdə deyildin? Anlayırsan məni? Mən istəyirəm ki, bir dənə sən üzərə baxım görürsən, mən anlayırsan, bu cürsən mən deyirəm. Mən başa düşürsən, mən nə deyirəm? Məsihdə bildi, Adəmdə də olduğunuzu bildiniz. Başa düşdünüz ki, siz yəni Adəmdə ona görə Adəmdəydiniz ki, bizdə deyir, yox, düşüncədə Adəmdəydin sən, düşüncən səhv düşünürdü. Ona görə səni Ruslar demiş, Adəmə pripisifat edirdilər, Adəmin üstünə yazırdılar. Heç kim səni Adəmə yaza bilməz, sən Məsihçisən, Məsihçisən yox, sən Məsihdəsən. Sən dünya yaranmazdan qabaq onda olmuşsan, yıxılmış düşüncənin meyvəsi səni özündə görmürdü, səni evdə görmürdü. Adəm düşüncəsi, yıxılmış adam düşüncəsidir. Temanız bu olsun həmişə, yadınızdadır, bəyək demişdim tema, keçən bazarda, sizin temanız olmalıdır, həyat temanız, sizin olduğunuz yer olmalıdır düşüncənizdə. Siz bilməlisiniz ki, siz hardasınız. O vaxt ki, sən özündə deyildin, sən Adəmin içində olduğunu düşünürdün. Çünki sən fikirləşirdin ki, sən özündə deyilsən, sən... Bax, bu Adəmdə olmaq deməkdir. Adəmdə olmaq o demək deyil ki, Adəm nə günah edibsə, sən boynuna yıxıblar və sən buna görə cavab verməlisən. Xeyr! Mən inanam ki, hamınızı bunun əksini öyrədiblər, çünki məni də elə öyrətmişdilər. Razısınız məndən?
Mən də razısınız ki, siz belə öyrətmişdilər. Ki siz Adəmdəsiniz, siz günahsınız. Cəmilə xanım, sizin kamera nəsə yaxşı açılmır, deyəsən sizdə... Buradasınız siz Cəmilə xanım. Aleluya, Azad buradadır, Eliş bacı buradadır. Eşan müəllim, Bəli. üzr istəyirəm. Zaten indi də məbədlərdən böyle öyrədirlər, belə öyrədirlər. Məbədlərdən yox, sizi əmin edirəm, Ayda xanım, məndən başqa hamı elə öyrədir. Mən özümü yüksətmək istəmirəm. Amma mən sevinərəm ki, görüm ki, kimsə belə öyrədir. Tamam. Hamı elə öyrədir, amma Azərbaycanda yoxdur. Azərbaycanda hələ bir dənə adam, mən demirəm, onlar məndən pisdirlər, mən onu demirəm, məni düz başa düşün. Mən başqa şey deyirəm. Həqiqəti öyrədən yoxdur, ancaq yükləyən var, yük boyuna yük qoyur ki, sən Adəmdəydin, sən Adəmdən gəlmişsən. Bəli, biz Adəmdə o vaxt idik ki, sən özündə deyildin. Ağıl yolundan çıxdığına görə özünü ölülər məclisində görürdün. Özünü Adəm məclisində görürdün. Niyə? Çünki ağıl yolundan çıxmışdın, düşüncə yolundan çıxmışdın. Səni aldatdılar və Adəmin içində olduğunu, Məsihdə olduğunu yox, Adəmin içində olduğunu düşündün. Amma bugün Allah'a şükürlər olsun ki, Elçən vasitəsilə sən artıq özünü Adəmdə yox, Məsihin içində olduğunu nəyi ki düşünürsən, artıq görməyə başlayırsan. Bu sənin bədəninlə baş verir. Mikrofonları xahiş edirəm, söndürün. Kimi mikrofonun açsa, səs düşür bura, ona görə deyirdim. Ona görə də səni aldatdılar. Adəmin içində olduğunu sənə kömək edilər ki, düşünəsən. Çünki sən nəyi düşünsən, sabah orada oldasan, həmən an orada oldasan. Sən nəyi düşünürsənsə, o olursan. Sənə isə kömək elədilər ki, sən düşünəsən ki, sən Adəmsən. Mən Adəm deyiləm. Mən Məsihəm. Mən var olanam. Və bizə öyrətdilər ki, sizə öyrətdilər ki, Adəmdə olduğunuzu, fani olduğunuzu, lənətləndiyinizi düşünək. Özünüzdə, bax, Adəmdə olduğumuzu, fani, bax, sizə bax, qulaq asın, bax, diqqətlə qulaq asın, kilsə sizə nə öyrədib, özü də bilməyərəkdən. Sən əgər Adəmdə olduğunu, fani olduğunu, lənətləndiyini düşünürsənsə, sən özündə olmamağı düşünürsən, Allahda olmamağı, sən Allahsız bir varlıq olduğunu düşünürsən. Bundan böyük günah dünyada axtarma. Bundan böyük lənət dünyada heç arada axtarma. Piotr nə vardı? Piotr özünə gəldi. Və mələklərin xidmətinin olduğunu başa düşdü ki, mələklər ona xidmət edir. Hələ özünə gəlməmiş bir düşüncə, ona hətta bir mələk belə görünsə, əgər özünə gəlməsəydi Piotr, və sən də özə gəlməmisənsə, özə gəlməz düşüncədə yaşayırsansa, mələk belə sən gözəl görünsə, sən deyəcəksən ki, bu bir yuxu idi. Belə boş şey idi. Sən Allahın mələklərinin sənə qulluğunu dərk eləməyəcəksən. Özünə gəlmək, Allahın mələklərinin sənə qulluq edəcəyini bilmək deməkdir. Çünki İsa Məsih dedi ki, məndə olandan götürüb sizə verəcək. Nəyi verəcək? Niyə verəcək? Çünki İsa bilirdi ki, onun nəyi var. Mələklər, bir dəqiqə haşiyədən qırağa çıxım bu söhbətdən. Mələklər elə belə qulluq eləmirlər. Onlar bilsən necə qulluq? Sən biləndə ki, sənin nəyin var, onlar sənin qarşına gətirir onu. Ona görə də sən bilməlisən ki, sənin nəyin var. Mələklər belə deyil, sən əmr edəsən, get kiminsə qızılını götürtmə, get kiminsə pulunu götürtmə, get kiminsə sağlamlığını götürtmə, get kiminsə ölməzliyini götürtmə. Xeyr. Mələklər o şeyi sənə gətirir ki, sən bilirsən ki, nəyin var, düşüncəndə bilirsən. Halleluya. Ona görə də belə adamlara, belə öyrədilen adamlara
Allah deyir ki, mən sənə mələklər göndərmişəm. Elə adamlar isə deyir ki, mənə elə gəldi, xəyalıma gəldi ki, mələk var. Burada elə bir gözümə görsün. Ay yox, nə gözümə görsəndə, real söhbət deyib o. Ancaq özünə gələn insan, siz özünüzə gələndə, siz hər düşüncəni, təsadüfi görmürsünüz. Siz başa düşürsünüz ki, təsadüf yoxdur. Siz fikirləşmirsiniz ki, Allahı necə eşitmək olar? Və siz özünüzə gələndə Allahı necə eşitmək olar sualı yoxa çıxır, yox olur. Bu, səndən asılı deyil. Sualın yox olması, sənin özünə gəlməyin bu sualı yox edir. Çünki başa düşdün ki, heç yerə getmək lazım deyil Allahla danışmaq üçün, Allahla görüşmək üçün. Çünki sizin içinizdə, bax sənin içində hər birinizə deyirəm, xahiş edirəm, mənim bu sözümü real olaraq qəbul et. Sənin daxilində, səni atanın evində saxlayan daxili həyat var. O həyat səni atanın evində saxlayır. Və sadəcə gözlərini göyə qaldırarkən bir insanın ev həsrəti, gözlərini göyə qaldırarkən, yəni o göydən deməkdən deyil də düşüncəni qaldırarkən, daxilinə baxarkən, gözlərini göyə qaldırarkən bir insanın ev həsrəti onu özünə gətirir. Başa düşürsən? Səni evə gətirən, özünə gətirən ev həsrətidir. Bəzən bizim bu, nə bilim, davranışımıza görə, bəzən vəhşi təbiətimizdən, səhvlərimizdən, azlığımızdan, günahkar bir oğul kimi yoxsulluqdan əziyyət çəkdiniz və elə bir ki, bəzən çox zulümlar çəkdik və çığırdıq, üsyan etdik ki, evə getmək istəyirəm. Evə için daxili aləmin qışqırdı ki, mən evə qayıtmaq istəyirəm. Çünki evə qayıtmaq, özünə gəlmək, bu düşünməkdir. Özünə gəlmək, düşünmək deməkdir. Allahın oğlunun şuuruna gəlmək deməkdir. Hazırlaş yavaş-yavaş, əsas məqamlara keçirik. Bir də təkrar edirəm, özünə gəlmək, düşünməkdir. Özünə gəlmək, Allahın oğlunun şuuruna gəlməkdir. Allahın oğlunun düşündüyü kimi düşünmək deməkdir. Vah, halleluya. Mənim içim alovlanır bu dəqiqə. Vah, vah. Çünki daxilim sevinir ki, mən evdəyəm. Mən inanam ki, bu səninlə də baş verir bir dəqiqə. Vah, halleluya. Məhz yağışı yağır sən olduğun yerdə. Harada qulaq açırsansa orada. Halleluya. Oy, oy, oy. Alov, alov, alov. Qulaq açın. Atanızın sevgisini hiss etmirsinizsə, bolluğun nə olduğunu, mələklərin sizə xidmət etdiyini, mən misallar çəkdim qabaqcadan. Göydən indiyinizi bilirsinizsə, hələ də özünüzdə deyilsiniz, özünüzə gəlməmişsiniz. Və bu anda sən nə qarmalısan? Haçar verirəm sənə, götür işlər. Sən göyə baxıb soruşmalısan. Sən göyə baxıb sual verməlisən. Sən öz daxilinə baxıb sual verməlisən ki, niyə Allahın oğlunun dünyası ilə əlaqəni hiss etmirəm? Mən sizi burada bu günlərim yalandan danışıb, pazar günü yığıncağa da qutardı, çıxın gedin eləmirəm. Mən sizin fakt, reallıq, fakt qarşısında qoyuram. Sənin yoxdursa, Allahla ünsiyyətin yoxdursa, sən baxıb sual verməlisən ki, niyə mənim ünsiyyətim yoxdur axı? Mən sizə kilsə təlimi öyrətmirəm ki, bu günlərim qulaq asın, yaxşı sözlər yox. Mən sizi tapşırıq verirəm, mən sizi iş qarşısında qoyuram, mən sizi faktla üzbəüz qoyuram. Və bu sizin xeyrinizədir ki, niyə mənim Allahın oğlunun dünyası ilə
əlaqəni yoxdur. Niyə mən bu əlaqəni hiss etmirəm axı? Və biz başa düşdük ki, özündə olmaq birincisi diri olmaqdır, ikincisi şuurlu olmaqdır. Çünki ölü idi, dirildi. Aha, ölü idi, dirildi. O üçün mən deyirdim başlanğıcda ki, özündə olmağın birincisi diri olmaqdır. Yəni ölü idi, ata nə dedi? Ölü idi, dirildi. Həyat verən təbiət hiss edirsən ki, canlandı içində. Necə ki, Adəm dünyaya gəlməzdən qabaq elə bil ki, düzəldilmişdi, içində həyat yox idi. Allah üfürdü, həyat gəldi ona. Yəni ölü idi, dirildi. Sən də ölü, yəni həyat verən təbiəti hiss edirsən ki, o səndədir, sən canlandın. Sonra nə demişdi? Sonra demişdi ki, itmişdi, tapıldı. Tapılmaq nə deməkdir? Tapılmaq, şuurlu olmaq. Oğlu evə özünə aparmaq deməkdir. Yəni tapıldı, şuurlu olaraq oğlu evə özünə aparan şeyə tapılmaq deyilir. Yalnız canlı deyil, şuurlu bir təkcə canlı ola bilmərik. Biz həm də şuurlu olmalıyıq. Bəli, Məsih içəridədir. Məsih bizim daxilimizdədir, bəli. Sən canlısan, Məsih sənin daxilindədir. Amma bu təkcə kifayət eləmir ki, Məsih sənin daxilindədir. Səndə onun ağlı da olmalıdır. Başa düşürsən, həyat verən ruhun ağlı səndə olmalıdır. Yəni düşüncən bircə, Məsih məndədir, qusardı, bu bəs eləmir. Aldanmayın, özünüzü aldatmayın. Necə ki, kilsələr aladılar bu günlərin, təlimlər aladılar bizi. Amma bizdə Məsihin ağlı var axı. Biz bunu bilməliyik. Bu, özünü Allahın oğlu kimi dərk etməkdir. Bax, budur özünü Allahın oğlu kimi dərk etməkdir. Məsih məndədir və məndə onun ağlı var. Vah, vah, halleluya. Və indi xahiş edirəm, çoxlu diqqətli olasınız. Çox diqqətli olasınız, çox diqqətli ol. Bax, bunu istəyirəm ki, bu, o Azərbaycanlılar demiş, sırğa kimi qulağından asasan bunu. İndi deyəsi olduğum sözü. Biz özümüzü Allahın oğlu kimi dərk etməliyik. Bunun üçün də biz canlı olmalıyıq, bildik ki, və bilməli ki, bizdə Məsihin ağlı var. Və diqqətli nəyə görə deyirəm diqqətli ol? Sən onun kimi düşünməlisən, hisslərinə sahib olmalısan və sən onun kimi düşünmək üçün və bədənində olan hisslərinə sahib olmaq üçün, yəni ölmüşdün, dirilmək üçün, itmişdin, tapılmaq üçün, bütün bunlara görə zehinlilik, düşüncə, məsuliyyət daşıyır. Bütün bunlara görə sənin düşüncən məsuliyyət daşıyır. Bu evə gəlmək deməkdir. Şuurlu bir həyatın əlaməti, şuurlu düşüncəli bir həyatın əlaməti səndə özünü necə göstərəcək? Siz özünüzdə yaşamağı sevirsiniz. Siz Allah'ta yaşamağı sevirsiniz. Siz tezliklə bu bədəni tərk edib getmək istəmirsiniz. Bu şuurlu həyatın əlamətidir. Eşidirsən məni? İndiyə kimi Məsihdə adın olub şuursuz həyatı yaşadıblar sənə. Sən bu bədəni tərk edib tezliklə çıxıb getmək istəmirsən. Bir dəqiqə ola. Və mən üzr istəyirəm, təcili işə çağırdılar. Buyur. Şuurlu bir həyatın əlaməti özündə yaşamağı sevməkdir. Şuurlu bir həyatın əlaməti zəfərin gəlməsi deməkdir. Sən zəfəri hiss edirsən, sən gücü hiss edirsən, sən artıqlığı hiss edirsən, sən bolluğu görünürsən, bolluğu öz həyatında görürsən. O oğul günahkar oğul nə dedi? O özünə gəlib dedi, durub evə gedəcəyəm. Bu dərk etmədir, buna dərk etmə deyilir. Düşüncənin ilk fəallığı
Düşüncənin ilk aktivliyi. Yəni düşüncə sənin nəfəs alma və titrəmə yolu ilə zehinlilik vəziyyətinə gəlməyin və nəticə bu vermirsə, sən əgər düşüncənlə belə nəticə vermirsə, mən sənə təcrübəni verirəm. Sən ayaqlarınla gəlməlisən ora. Kim burada nəfəs haqqında mənim nəfəs haqqında təlimim var, onu keçməyibsə, yığıncaqdan sonra mənə yazın, onu göndərim sizə, onu mütləq edin, təzə gələnlər. Və unutmayın özünüzə, şuurunuzda gələ bilmirsinizsə və hətta ayaqlarınızla getmirsinizsə, sadəcə özünüzü yenidən özünüzdə tapmırsınızsa, yəni vəziyyətlə siz deməli razılaşırsınız. Sən vəziyyətlə razılaşa bilməzsən. Vəziyyət səninlə razılaşmalıdır. Çünki oğul olmağın vəhi ki, sən oğulsan, vəh alımısan ki, sən Allahın oğlusan. Bu hər şey demək deyil. Təhcə çünki bayaq dediyim kimi özünə gəlmək kifayət deyil. Sən evə gəlməlisən. Sən özə gəldin, düşündün düzgün. Sən indi addım atmalısan. Çünki hələ ki dərrakə var, getmək lazımdır, evə getmək lazımdır, evdə olmaq lazımdır. Əgər bunu bacarmırsansa və yaxud bacarırsansa, amma daha çox bunu istəyirsənsə, sən evə gəlməyi istəyirsənsə, eşidirsiniz məni? Əgər sən evə gəlmək istəyirsənsə, sən cənub mələkəsi kimi pul xərcləməlisən. Yadınızdadır cənub mələkəsi. Süleymanın yanına gəlib, dünyada cənub mələkəsi ən varlı qadın idi, şahzadə idi. Milyardları xərclədi ki, gəlib Süleymanda olan müdrişliyi görsün ki, necə olur ki, şahla qul bir qabda yemək yiyir. Sən əgər bunu həqiqətən daha çox istəyirsənsə, sən cənub mələkəsi kimi pul xərcləməlisən. Sən düşüncələrdən çıxmalı və Süleymanın daha çox olduğu yerə getməlisən. Sən qorxmalı deyilsən səpməyə. Sən qorxmalı deyilsən verməyə. Sən verməli deyilsən ki, xeyirdağı alasan. Sən verməli deyilsən ki, onda biri bizə öyrədirdilər ki, onda biri vermirsənsə oğrusan. Sən onda bizim xeyirdağımız onda birdən asılı deyil. Bizim xeyirdağımız iyanədən asılı deyil. Bizim xeyirdağımız Məsihdən asılıdır. Onda belə ki, çıxır ki, kim çox onda bir versə, onun daha çox xeyirdası olacaq. Vay, 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 bu kilsə təlimi. Vay, vay, vay. Belə çıxır ki, kim daha çox iyanə və kim pulludursa, onun xeyirdası daha çox olacaq. Xeyr, sən cənub mələkəsi kimi ona görə verməlisən ki, sən cənub mələkəsi kimi, sən şahın oğlusan, sən şahzadəsən, sən bolluğundan verirsən, sən artığından verirsən, sən şedrisən, sən səpirsən. Ona görə yox ki, 1000 manat maaş aldım, 100 manat onda bir verməliyəm, yoxsa mən oğruyam. Xeyr. 1000 manat maaş aldın, bütün xərcləri ödəməlisən. Bütün artıq əlində nə qalarsa 50 manat, 10 manat, 20 manat, onun onda birini verməlisən. Onda vermək istəsən səni heç kim məcbur edə bilməz. Heç kim, Rəbb özü məcbur etmir. Bu sadəcə kilsə təlimidir, beyinlərimizə qorxu yeridiblər. Ona görə də mən danışdığım şeylərdən daha çox bilmək istəyirsənsə, sən cənub mələkəsi kimi pul xərcləməlisən. Onda bir və iyanə kimi yox, qorxa yox. Mən var, mən artığımdan verirəm. Mən bolluqdan verirəm, mən bolluğam, bolluq məndədir. Ona görə də utancaq olmayın. Özünüzü heç vaxt ağıllı göstərməyin. Özünüzü heç vaxt yekəxana aparmayın. Çünki Süleyman məsələlərində bir misal çəkir, deyir, Süleyman 12-ci fəsil 9-cu ayədə ki, şöhrətsiz, lakin qul sahibi olan insan, Süleyman 12-9, şöhrətsiz, lakin qul sahibi olan insan, lovğalanan, lakin çörəyə möhtac adamdan yaxşıdır.
yəni çörəyə ehtiyacın olaraq özünü yekəxana aparmaqdansa, özündə olub, sadə olmaq hər şeydən yaxşıdır. Süleyman bunu demək istəyir. Süleyman bunu öyrətmək istəyir. Sadəlik. Nə deməkdir sadəlik? Nə bəxtiyardır ruhən yoxsullar. Yəni Allahı, ruhu axtar, ruhani həyatı. Ruhda olmağı görmək, bilmək. Sadəcə sadəlik götürürsən, sən etiraf edirsən. Ki, burada mənə kifayət deyil. Mən burada yaşamaq istəmirəm. Mən kifayət qədər olduğu yerə gedəcəyəm. Mən özümə qayıdacağam. Mən özümdə yaşayacağam. Mən evdə yaşayacağam. Mən atamda yaşayacağam. Ona görə də mən də Allahın oğlu kimi bu gün sənə deyirəm. Eşidirsən məni? Mən Eyşəm Allahın oğlu kimi sənə deyirəm. Kim susayıbsa yanıma gəlsin və içsin. Məndə çoxdur, gəl və götür, iç və yaşa, əbədiyyat suyunu götür, iç, əbədiyyat çörəyini götür, yi. Adəm dedi ki, Adəmə Allah dedi ki, bundan ye, bundan yemə, bundan yesən öləcəksən, yesən öləcəksən. İsa isə əksini dedi, məni yi ki, ölməyəsən, götür, yi və ölmə, mən Allahın oğluyam, götür, məni ye və ölmə, danışdıqlarımı ye, qəbul et, ölmə. Özünə qayıt. Aleluya, aleluya. Bizim Rəbbimiz qüdrətlidir, onda nələr var. Aleluya. Özünə gəlmək, əvvəllər də təkrar etdiyim kimi bir də təkrar etmək istəyirəm. Özünə gəlmək, bütün imkanlar olan yerə gəlmək deməkdir. Çünki səndədir bütün imkanlar. Mən anlayırsınız. Bir dəqiqə yenə üzlərinizi görmək istəyirəm ki, bax, özünə gəlmək, bütün imkanların olduğu yerə gəlmək deməkdir. Anlayırsınız bu cümlənin nə deməkdir? Yəni, bütün imkanlar səndədir. Özünə qayıt, düşüncənə qayıt, sən kimin oğlusan, kimin qızısan, sən hardan gəlmişsən, sən hardasan, sən hara gedirsən, bu, bütün imkanların olan yeridir, o sənsən, o səndədir. Vay, aleluya, aleluya. Bugün bizim en vacib işimizin adı nədir? Dərk etmə və düşüncə. Biz dərk etməli olmalıyıq. Biz dərk etməliyik. Biz düşüncəlilikdə yaşamalıyıq. Çünki biz artıq Allahın təbiətini hiss etdik. Biz artıq hiss etdik ki, biz özümüz ilahi varlığıq. Biz ilahdan doğulmuş ilahlarıq. Biz ilahdan Adəm doğulmur. İlahdan ilah doğulur. Fildən fil doğulur. Dəvədən dəvə doğulur. Allahdan Allah doğulur. Biz Allahın təbiətini hiss etdik. Biz başa düşdük ki, bizim içimiz titrədi, alovlandı. Yadında da Emaus yolunda dedi ki, axı o bizimlə danışanda daxilimiz od tutub yanırdı. Məgər indi sənin daxilin od tutub yanmır? Axı sənin bu eşitdiyin sözlər sənin bütün təbiətini alovlandırır. Biz artıq Allahın təbiətini hiss etdik. Biz bir şey hiss etdik. Biz iyi hiss etdik, ətir hiss etdik. Biz göylərin alovunu, içimizdə yandığını, göylərin biz olduğunu hiss etdik. Biz içimizdə nələrinsə baş verməsini hiss etdik axı. Və düşüncəli olmaq bizi idarə etməyə gətirib çıxardıq. Çünki düşüncəli olmaq idarə etməyə gətirib çıxaran yoldur. Çünki düşüncəli olmaq nə deməkdir? 1-ci Korinf 2-ci fəsildə deyilir 16-cı ayədə. Amma biz Məsihin ağlına malikik. 1-ci Korinf 2:16-da açıq şəkildə yazılır. Amma biz Məsihin ağlına malikik. Bəli, biz Məsihin ağlına malikik. Amma İsa nə dedi? İsa dedi ki, mən yolam. İsa ona görə yoldur ki, onun məhz olunmuş ağlı var. Yəni düşüncəsi
təmizdir, düşüncəsi göylərdir, düşüncəsi Eden bağıdır. Başa düşürsən? Aleluya. İsa yoldur. Onun məhs olunmuş ağlı var, düşüncəsi var. Onun məhs olunmuş düşüncəsi var. Onun göylərdən olan düşüncəsi var. Onun Edəndə olan düşüncəsi var. İndi sən də Məsihin ağlıyla təchiz olunmusan. İndi səndə də Məsihin ağlı var. Deməli, sən də artıq yolsan. Halleluya! Bunların hamısını bizdən həmişə ayırıblar ki, yox, ancaq o Məsihdir, ancaq o yoldur, ancaq o həyatdır, ancaq o həyatdır, o yoldur. Ondan mənə nə var, məndə yoxdur, mən o deyiləmsə. Məsih isə bunları bizə öyrətməyə gəlmişdi ki, sizdə mənim ağlım var artıq, siz də artıq yolsuz. Yol isə bizi idarə etməyə gətirib çıxardır. Yəni, yol bizi özümüzə qaytarır. Özümüzə qaytarır. Yol o deməkdir ki, sənin özünə qayıtmağa yolun var. Başa düşürsən? Sənin özünə gəlməyə yolun var. Və sən deyə bilərsən ki, indi yol mənəm. Onun üçün İsa dedi ki, ataya yol mənəm. İndi ataya bütün insanların yolu sənsən. O yol səndədir, sənin daxilindədir. O yol sənin içindən başlayır. O qapı sənsən. Onun üçün deyir, ey qədim darvazalar, başlarınızı qaldırın, qoy padşah daxil olsun. İndi sizə deyirəm, ey qədim darvazalar, başlarınızı qaldırın, qoy padşah sizdən daxil olsun. Aleluya, aleluya. Ona görə də mən sizi, əziz qardaşlar və bacılar, mən sizi dərk etməyə dəvət edirəm. Düşünməyə dəvət edirəm. Mən çalışıram ki, hər şey sayəsində gerçəkdən xəbərdar olmağınızı təmin edə bilim. Hər şeyi biləsiniz. Dərk etməyi isə siz etməlisiniz. Qəbul etməyi isə, qayıtmağı isə, özünüzə gəlməyi isə siz etməlisiniz. Mən onu sizin yerinizə də bilmərəm. Mənim işimin adı bu günlərim. Sizin hər şey sayəsində gerçəkləri bilməyiniz üçün, gerçəklərdən xəbərdar olmağınızı təmin etmək üçün mən bugün buradayım. İndi mənimlə sadəcə yayın edin. Yayın bilirsən nədir? Translyasiya. Mən deyəcəm, sən deyəndə bil ki, elə bir televizor Bakıdan yayın edir. Bütün Azərbaycan onu gördüyü kimi. Sən indi yayın et, qoy evin, ətrafın, küçən, şəhərin, ölkən və yer kürəsi səndən çıxan bu yayını görsün. Biz sadəcə Tanrı deyilik. Sən sadəcə Tanrı deyilsən. Sən özün özündə həyatı olan Tanrısan. Elə belə, sən Tanrısan, yox, səndə həyat var, başa düşürsən? Səndə həyat var. Sən özün özündə həyatı olan Tanrısan, qulaq as. Sən özündən başqa, qulaq as, diqqətlə. Sən özündən başqa evi olmayan Allahsan, sənin özünsən evin. Sən özün özünə ev olan Allahsan. Allah harada yaşayır? O özündə yaşayır. Bu yer səmanın üzəridir. Bu yer səmanın üzəri adlanır. Yəni bütün göylərdən üstündür. Və Efeslilər 2:6-da da deyir ki, o bizi İsa Məsihdə xilas edərək göylərə oturtdu, yəni səmanın üzərinə oturtdu, yəni hər şeyin üzərinə oturtdu, yəni sənin ayağın altında belə xəstəlik yoxdur, ölüm yoxdur, kasıbçılıq yoxdur. Nəinki? Çünki sənin ayaqların səmanın üzərinə qoyulub. Və özünə deyə bilərsən, denən mən bütün göylərdən üstünəm. İnan, özünü aldatmırsan, mən sənə həqiqəti deyirəm. Sən həqiqəti indi iqrar edirsən, sən həqiqəti deyirsən, o səni göylərin üzərinə oturdub. Süleyman məsələlərində deyir ki, günəş altında, səma altında yeni heç nə yoxdur. Hər şey
boşdur, boşdur, boşdur. Məhz ona görə də sənin atan səni səmanın üzərinə oturtdu ki, artıq yeni şeylər görəsən, yeni göylər, yeni yerlər. Ona görə də dedi ki, ya mən yeni yerləri, yeni göyləri görürəm. Çünki ata onu bədəndə ikən göylərin üzərinə otuzdurdu. O, İsa Məsihdə artıq göylərə oturmuşdu. Və ona görə dedim, mən bütün göylərdən üstünəm. Wow! Denəm, mən bütün göylərdən üstünəm. Denəm, mən bütün imkanların yeriyəm, bütün imkanlar məndədir. Denəm, bütün imkanların olduğu yer mənəm, mən, özünə denəm. Döyüşünə, özünə denəm, o mənəm. Çünki özünə gəlmək, bu, bütün imkanların yerinə gəlmək deməkdir. Bu imkanların harada olduğunu axtararkən, bu imkanların harada olduğunu bilmək istəyərkən, sizə özünüzə gəlmək lazımdır. Çünki bütün imkanların yeri sənsən. Səndən başqa sənin atan olan Allaha heç də maraqlı deyil. Əgər siz hər şeyin mümkün olduğu, diqqətlə qulaq as. Əgər sən hər şeyin mümkün olduğu yerə gəlmək istəyirsənsə, sən özünə gəlməlisən, özünüzə gəlin. Çünki hər şeyin mümkün olduğu yer sənsən, səndə başlayır. Sənin düşüncən var, səndə Məsihin ağlı var, səndə dirilmiş bədən var, ölmüşdü, dirildi. Eşit, misalda da deyir, itmiş oğul misalında, ölmüşdü, dirildi, anla sən bir əbədiyyət üçün dirilmişsən. Vermə heç vaxt bədənini torpağa, razılaşma o düşüncəylə, gözün qabağında olan bastırılan kino ledlərini sil at. Və indi olduğun yerdə mən xahiş edirəm, rahatdan və gözünü yum, bir yerdə otur. Mənim arxamda deyəcəksən, təkrar edəcəksən, gözlərinizi yumub, özünüz barədə atanın evi kimi düşünməyə başlayın. Başlayın düşünməyə ki, bəli, atanın evi bu mənəm. Başla düşünməyə. O sənsən, bəli. Səmavi səltənət sizin daxilinizdədir. Özü dedi, onların arasına inəcəyəm, onların arasında yaşayacağım. Daxili həyat, gözünü yum, otur sadəcə, qulaq as mənə. Və istəsən mənimlə sadəcə razılaş, istəsən təkrar et. Denən, daxili həyatı yaşamaq cənnət eyfariyasıdır, cənnət ləzzətidir. Daxili həyatı yaşamaq atanın evində olmaqdır. Təkrar ilə bunu. Və atanın evi kimi düşünə bilərsiniz. Özünüz barədə düşünürsünüz ki, indi siz atanın evisiniz. Ona görə bu sözləri təkrar edin. Daxili həyatı yaşamaq atanın evində olmaqdır. Təkrar elə, denən, daxili həyatı yaşamaq bu özünə gəlməkdir. Daxili həyatı yaşamaq həqiqətdə burada və indi olmaqdır. Daxili həyatı yaşamaq şuurlu bir oğul olmaqdır, dinən. Və şuurlu bir həyat yaşamaq, düşüncəli bir həyat yaşamaq bu səlahiyyətdir.
İndi dərindən burnunla nəfəs al, dərindən. 1-2 saniyə saxla, sonra burax. Və indi bu nəfəsi belə, bu vəhi belə nəfəs al öz içinə, bu vəhi nəfəs al. Ki mən atanın eviyəm. Mən özümə gəlmişəm. Onu nəfəs alın və həyatı ətrafınıza nəfəs alın. Bütün həyatı, sizdə olan həyatı öz ətrafınıza belə nəfəs alın. Qoyun hər şey Allahın şuurlu oğlu olan sənə tabe olsun ətrafında, bütün dünyada. Nəfəs al bu vəhi, nəfəs al ki sənsən, hər şey sənə tabidir. Sən şuurlusan artıq. Həyatı ətrafınıza nəfəs alın. Qoyun hər şey Allahın şuurlu oğluna tabi olsun, o şuurlu oğul sənsən. Arxamca təkrar edilən ata, ağlımdakı bu işığa görə sənə təşəkkür edirəm. Denən özümə gələn, mənim üçün mövcud olan şərtsiz məhəbbətin üçün sənə təşəkkür edirəm ata. Özümə gələn, mənim üçün mövcud olan şərtsiz məhəbbətin üçün sənə minnətdaram. Təkrar etdinən olduğum evdəki bolluğa görə, olduğum dinən bu evdəki bolluğa görə sənə təşəkkür edirəm. Denən bolluq və imkan mənim daxilimdədir, o məndədir. Denən sənə xidmətə görə sənə təşəkkür edirəm ata. Daxilindən, bax indi görəcəksən, sənin daxilindən mələklər girib çıxır. Çünki sən artıq özündəsən, yəni evdəsən. Mələklərin idarəçilik etdiyi, qulluq etdiyi yerdəsən. Vav, vav, alov, alov. O, ya Rəb, halleluya. Denən mələklər mənim daxilimdən çıxırlar və girirlər, qap mənəm. Çünki mən özümdəyəm, evdəyəm. Vav. Bu necə də güclüdür. Vav, mən özümdəyəm. Vav, halleluya. Mən evdəyəm, mən özümdəyəm, mən özümdəyəm, mən şuurluyam. Mən düşüncəliyəm, mən diriyəm. Bunlar yazılılıbdır və bunlar hamısı mənə aiddir. Bu mənəm. Denən özünə, əziz qardaşım və bacım, denən, halleluya. Nəfəs al və yavaş-yavaş nəfəsini ver. Dərindən nəfəs al. Yavaş-yavaş dərindən nəfəs al burnunla. Sonra 1 saniyə, 2 saniyə saxla. Sonra yavaş-yavaş nəfəsini ver. Və özündə olduğunu hiss et. Özündə olduğunu başla hiss etməyə. Dayanma, davam et nəfəs almağa. Dərindən yavaş-yavaş nəfəs al burnunla. Ağzınla yavaş-yavaş 1 saniyə, 2 saniyə saxla. Sonra ağzınla nəfəsini ver. Tələsmə heç ara. Evdə olan insan hara tələsməlidir? Bütün insanlar dünyada evə tələsir. Sən isə evin özüsən, sən hara tələsirsən? Vav! Ya Rəb, özündə olmaq necə də xoşbəxtlikdir.
Davam et nəfəs almağa və düşün ki, sadəcə düşün, nəfəs ala düşün ki, özündə olmaq necə də xoşbəxtlikdir. Nəfəs al, nəfəsini al, nəfəs ver. Hələ ki nəfəs alırsan, sənə deyim ki, qəzəbli olsanız da ata sizi sevir. Hələ bu dünya səni cəlb etsə belə, hələ bu dünya səni cəlb edirsə belə, etsə də, mələklər haqqında hələ bir şey bilməsəniz belə, ata sizi sevir. Çünki ata sənin artıq içindədir. O səni sevir. O səni genişləndirir. Mənimlə təkrar edin, deyin, genişlənmə. Deyin, mən genişlənirəm. Sən dedin və genişləndin. Çünki sən dedin bu sözü. Təkrar edin, genişlənmə. Hiss edəcəksən, içində baş verir genişlənmə. Wow! Denən genişlənmə. Nəfəsi dərindən al. 1-2 saniyə saxla. Nəfəsini buraxanda denən ki, genişlənmə. Əgər sən mən dediklərimi edirsənsə, indi içində nəsə yaşandığını hiss edirsən. İndi öz daxilində nəsə titrədiyini hiss edirsən. Hissiyat səndə güclənir. Çünki özünə gəlmirsən. Çünki evə qayıtmısan. Və indi götürün bu şərabı və çörəyi. Şərabı və çörəyi götürün. İndi çörək bölməni qəbul edəcəyik. Hazırladığımız şərabı götürün. Çörəyi götürün. Eşidirsiniz məni? Var şərabı, çörəyi. Hazırdır, götürün. Götürün bu çörək, bu şərab. Götürün, qəbul edin. Bax, sən bu çörəyi və bu şərabı qəbul edərək, indi sən özün barəndəki, sənin özün barəndəki öz dərk etməni yedin, onu qəbul etdin. Amin. 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 Halleluya. Sən özün barəndəki öz dərk etməni yedin. Sən özün barəndəki öz dərk etməni qəbul etdin. Sən evdəsən. Götür, qəbul elə. Bəli, götürün, qəbul edin. Biz qəbul etdik, Cəmilə xanım, siz də qəbul edin. Qəbul edin.